Şuranın tərkibi haqqında danışmaq istəyirəm. Dedi ki, Cəbrayıl seçdi bunları və tanıtdırdı. Bunlardan 6 nəfəri mənim vaxtım olmadı bir-bir adlarını qeyd edeyim, yəni tələssizliyimə görə. Siz həm də ki, mən biraz elə bəzi şeylər konkretləşdirməsəm də səbəb ola bilər ki, siz oxuyasınız bu hadisələri. Biz bunun bir cəhətdən təhlilinə diqqət edək. Ola bilər ki, siz bəzi o bilmədiyiniz məsələləri gedib öyrənəsiniz, bu adlardır, filandır, bunlar. Amma mən çatdırmadığımdan bunları qeyd etmədim. Sözün qısası 6 nəfər şəhid olur Peyğəmbərin zamanında. 6 nəfər şəhid olur, yerdə qalır 6 nəfər. Bu 6 nəfərdən biri Peyğəmbər vəfat etdikdən sonra Həzrət Əlinin evinə hücum edənlərdən biri olur. 6 nəfərdən biri. Yəni, bu nəyə bizə başa salır? Bu onu bizə başa salır ki, Allah bəzilərini seçə bilər, müəyyən edə bilər. İctimai məsləhətlərə görə təyin edə bilər. Sonradan o insanlar xarab da ola bilərlər. Qarantiya yoxdur ki, onlar sona qədər doğru yolda qalacaqlar. Bu Useyd ibn Huzeyrdir. Bunun adını bəlkə tarixdə eşitmişsiniz. Oğuz qəbiləsində çox nüfuzlu bir şəxs idi və Oğuz qəbiləsindən Əbu Bəkirə ilk beyət edən şəxs də o olur. O Səd ibn Übadə ilə rəqabətdə olub. Səd Xəzrəc qəbiləsindəndir. Bu qorxur ki, Sədin xəlifə seçilmə, onun ki rəqibdir. Onun xəlifə seçilmə ehtimalı var. Bu tez Əbu Bəkirə beyət edir. Demək olar ki, Səqifənin Həzrət Əlinin əleyhinə yönəlməsinə, daha doğrusu müvəffəq olmasına imza atan əsas adamlardan biri oldu. Yəni o beyət etməsəydi bu plan alt-üst ola bilərdi. Səd ibn Übadə də elə 12 nəfərdən biridir. Xəzrəc qəbiləsindən olur. O Əbu Bəkirə beyət etmir, amma şəxsi məqsədləri üçün beyət etmir. Onlardan bəziləri Şamda yaşadılar Muaviyyənin yanında, ömürlərinin sonuna qədər Muaviyyə tərəfdarı oldular, uzun ömürlü oldular, gənc idilər o dövrdə və orada da elə dünyalarını dəyişdilər. Bir nəfərin Peyğəmbər 6-sı şəhid oldu heç. Bir nəfərin bu qalanların içində aqibətinin xeyirli olması tarixdə tam qeyd olunub. O şəxslərdəndir ki, Həzrət Əliyə beyət elədi, dəstək verdi. O şəxslərdəndir ki, Həzrət Əli ağlayırdı minbərin üstündə. Neçə nəfəri çağırırdı ki, hanı Eynəl Əmmar, Eynə filan kəs. O da dedi, İbn-i Təyyihan idi onun adı. Eynə ibn-i Təyyihan. Tarixdə görə bilərsiniz. Üzünə vurub ağlayırdı ki, yəni hanı o ki, gələ mənə dəstək verə. Belə bir şəxsiyyətlərdən biri olur və axıra qədər də əhdinə vəfalı olur. Şuranı Allah təyin etmişdi, amma hamısı düz yolda qalmadılar. Bunun izahı budur ki, bilirsiniz, Allah da, Peyğəmbər də bəzən cəmiyyətin mənəvi vəziyyətinə uyğun seçim edirlər. Bilirsiniz, cəmiyyət bunu istəyirsə, cəmiyyət buna layiqdirsə, Allah da ona uyğun tövsiyələr verir. Başa düşürsünüz, bu çox incə bir məsələdir.